Bu günləri yumurtasız, çox dadlı biskvit hazırladım. Tərkibində yumurta olmadan. Biskviti hazırlamaq üçün lazım olan ingrediyentlər: 1 stakan belə dolu su, ev temperaturunda olmalıdır su. 2 stakan undur. Bu stakanlarla göstərirəm ki, yəni hamının evində var deyə rahat olsun. Düz 2 stakan belə dolu undur. 1 stakan şəkərdir. 1 armudu stakanın yarısı qədər yağdır. Burada 1 xörək qaşığı sirkədir. Məndə ev sirkəsidir. Kim istəsə mağazin sirkəsi də əlavə edə bilər. Yəni uksus da əlavə edirlər. Yəni necə istəyirsiniz. Sonra biraz duzdur və 1 çay qaşığı soda. İstəsəniz qabartma tozu da əlavə edə bilərsiniz, amma mən soda edirəm, hazırlayıram. Bir də kakaodur. Hamısının qramlarını video aşağısında inşallah paylaşacağım. İlk növbədə unu və kakaonu ələyirəm. 2 stakan unu ələyirəm. Unu elədim. Kakaonu da ələyirəm. İçində belə dümür-dümürlər qalmasın. İlk quru ingrediyentləri tökürəm. Unu elədim, kakaonu da elədim. Dediyim kimi belə top-top qalmasın, dümür-dümür qalmasın içində. 1 çay qaşığı sodanı da əlavə edirəm üzərinə. Biraz duz və şəkəri. Bunu yaxşıca qatışdıram. Quru ingrediyentləri qatışdırdım hamısını. Belə quru ingrediyentləri qatışdırdım. Üzərinə tökürəm ev temperaturunda 1 dolu belə stakan sudur. Yəni isti olmamalıdır. Onun üzərinə yağ. Sirkəni ən axırda tökəcəm. Hələ əlavə eləmirəm. Qatışdırırıq yaxşı-yaxşı. Dən göstər qatışdıranda bax. Heç demək olmaz ki, bu biskvitdə yumurta yoxdur. Çox super biskvit alınır, qəşəng, pışnı, yumuşaq. Bu şəkildə belə bir massa olmalıdır. Yəni qarışım. İndi isə ən axırda, məndə burada alma sirkəsidir, ev alma sirkəsidir. Mağazində satılan uksuslar olur, 9%-dir. Ondan qorxuram, çox istifadə eləmirəm. Yəni istəyən ondan 1 çay qaşığı əlavə edə bilər. Yaxşı olardı ki, evdə özünüz hazırladığınız sirkət varsa ondan istifadə eləyin. Üzümdür, almadır, yəni fərq eləmir. Bismillah. Uksusu niyə axırda qatırıq? Uksusu qatmağımın səbəbi ki, soda ilə bir yerdə reaksiya gedir. Belə pışnı alınır, yumuşaq alınır, vlajlı, belə nəm alınır biskvit. Ona görə, yəni tam reseptlə dəqiqliklə hazırlasaz, tam, yəni dediyim kimi qrama qram, yəni axırda bu uksusu, sirkəni əlavə etsəz, super qəşəng biskvit olacaq. Hazırdır, baxın. Kim hansı listə istəyir, yəni onda da pişirə bilər. Mən buna yağlı kağız da qoyuram. Yox, bilmirəm nə deyim, yadımdan çıxdı. Milli, gəldin köməyə, hə? Yağlı kağızı qoyuram dibinə, yapışmasın, rahat çıxsın. Mən multivarkada pişirirəm. Mənə orada rahatdır biskvitləri pişirməyə. Yəni siz sobada hazırlayanda 180 dərəcədə 30-35 dəqiqə hazır olur. Yəni öz sobağınızı bilirsiniz, elə ona görə ayarlayın. Çox qəşəng alınır. Mən sadəcə olaraq kimisə multivarkası var. Multivarkada mən 40 dəqiqə qoyuram. Yəni 40 dəqiqəyə hazır olur. Milyon. Hazırladığım qarışımı tökürəm qaba. Baxın, belə. Yaparam pişirməyə. Biskvitin üzərinə belə, üzərinə qıratdım. Baxın üzərinə, elə bil ki, şokolad çəkilib də. Super, yumurtasız, qəşəng. Yəni tort hazırlamaq istəsəz, bunu bu şəkildə də piroq olaraq yeyə bilərsiniz. Tort kimin istəsəz, yəni bundan 2 dənə, 3 dənə hazırlayıb, bundan 2 dənə, 3 dənə pişirirsiniz. 3 qat. Qəşəng, hündür, yumuşaq, yumuşaq. Baxın, hələ istidir. Çox yumuşaqdır.
Əsasda bu biskvitləri də hazırlamağa kimin ki yumurtaya allergiyası olur, o insanlar, yəni bu şəkildə biskvit hazırlayıb yeyə bilər, ya yumurta sevməyənlər. Yəni göstərmək istədim ki, yumurtasız da gözəl biskvit alınır. Milyon, hara gedirsən? Nə olmuşdu balama? Salam. Biskvitim hazır oldu. Göstərdiyim kimi. Çox superdir. İstəsəz bunu bu şəkildə də yeyə bilərsiniz. Pirog kimi. İstəsəz tort hazırlamağa 2 dənə, ya istəsəz 3 mərtəbə 3 dənə bundan hazırlaya bilərsiniz. Çox rahat və çox tez. Əsasda ki, yəni yumurta tərkibli biskvitlərdən heç də fərqlənmir. Çox dadlı olur. Eyni yumuşaq, belə nəm olur da, belə çox dadlı olur, çox qəşəng olur. İstəyirəm doğrayam, içini də göstərim sizə. İçi necə olur? Düzdür, hələ tam soymayıb. Siz bunu, yəni şirniyyat hazırlamaq istəyəndə tortda həmişə yəqin ki biskviti hamı bilir. Yəni biskviti hazırlayırıq, qoyarıq kənara. 1-2 saatdan sonra onu hazırlayırıq. O özünə gəlməlidir, tam soyunmalıdır, qəşəng. Amma bunu hələ təzə çıxartmışam. Biraz belə parı gedir, yəni əl vurmaq olur. Amma tam istədiyim kimi deyil. Sadəcə olaraq istədim içini də sizə göstərim. Bismillah. Oy, şokolad kakaonun ətri çox dadlıdır, çox qəşəngdir. Baxın, bu şəkildə yaxından göstərim sizə. Yəni yumuşaqdır. Abunə butonuna basmağı unutmayın. Abunə olun ki, yeni videolar paylaşanda ilk siz görəsiniz. Mənə abunə olub like qoyanlara çoxlu təşəkkürlər. Videonun ilkində də dediyim kimi, əsasdakı kimin allergiyası var yumurtaya, yəni ona görə şirniyyat yeyə bilmir. Rahatçılıqla bu şirniyyatı hazırlayıb yeyə bilərsiniz. Yəni yumurta yox. Çox super alınır, çox qəşəngdir. Yeni videolarımda, daha maraqlı videolarla inşallah sizinlə paylaşacağım. Siz də hazırlayın. Nuş olsun. Allah ruzunuzu bol və bərəkətli etsin. Orucunuzu Allah qəbul etsin.